Seçiminiz hansı kutu? Vaxtınız var, düşünün, dönə-dönə düşünün, görün hissləriniz sizə nə deyirsə, hansı qutunu deyirsə, həmin qutunu da açdırın. Buyurun. 13. 13 sayılır. Hacı İbrahim Əlaşıq. Biz əminik ki, hazırda Əlaşıqcasına bizə az, çox istəmirik, az məbləği verir. İnşallah 50 qəpik çıxar buradan. Hiç olmazsa bu 500 manatdan buradan gidersin. Sen yaxşı olansan. Seninle bir söhbətimiz oldu. Bəli, buyurun. Buradan dostlarıma selam göndermek isterim. Başta kardeşim Fazıl olmak üzere Şakir'e, Ramiz'e, Etram'a, Zaur'a, sonra Dağlaroğlu, Enur'a, Aydın'a, bütün Sansel uşaqlarına selam gönderirim. Sağ olsunlar, var olsunlar. Sağ olsunlar. Məni bir məsələ düşündürür. Buyur. Siz keçən dəfə dediniz ki, mənim qutum istidir. İndi cızadaq əlinizə çəkin. Artıq yoxdur yəni. İndi yox, hiss eləmirsiniz. Çox maraqlıdır. Sizin sənətiniz, ixtisasınız elektrikdir. Elektrik. Siz orada sıfır hiss edirsiniz, yoxsa faza? Vallahi, amma mən fazalar çəkib özünə az qala şişlədim. Belə moment aldım. Buyurun, İbrahim bəy. Belə moment aldım. Fazalar yaman dartdım mən. Keçən dəfə istidən qorxursa İbrahim bəy, indi də topdan qorxur ki, birdən top var. Elə açı top vurmasın da səndə. Göy at, nə oldu göy? Göy. Var olsun, sağ olun. Əlaşıqcasından sizə... Əl açılıq elə. Bəli, bəli. Soyadına uyğun. Təşəkkürlər və çox maraqlıdır. 4-4-ə 4 qırmızı, 4 göy və bu arada bəli, cənab bankir. Təşəkkür. Qurban bəyin indi beynində şaf elə bilir şuftadır, şuf elə bilir şaftadır. Amma nə şaftadır, nə şufta, bankımız deyir ki, 172 manat təklif. Bank of Bakudan 172 manat təkliflə. Qurban bəy, davamıya tamam. Tamam belə. Davam edirsiniz. Təşəkkürlər bankımıza və oyunumuza davam. Oyunumuza davam və növbəti qutu. Növbəti qutu hansı olacaq? 4-4-ə. Qutu. Hər halda düşünün. Düşünməyə vaxtımız var. Hər halda Rəna xanım nə düşünür? Heç bayaqdan danışmır. Danışmır. Rəna xanım, buyurun. Qadın olduğuna görə də bəlkə. Axşamınız xeyir. Sevimli tamaşaçılarımız, oyuncularımız. Zirə kəndində doğulub başa çatmışam. Zirə kəndindən dəstək istəyirəm. Onlara salam göndərirəm. Tüm qohum ağrılarından salam gözləyirəm. Qurban bəyə də uğurlar arzulayıram. Təşəkkürlər. Salam gözləyirsiniz. Qutudan nə gözləyirsiniz? Çox maraqlıdır. Çalışaram ki, ən kiçik məbləği çıxartam. 50 qəpik orada. Güman eləyək və qərarınızı vermişsiniz artıq. Verməmişsinizsə, hələ ki, çünki söz deyirdi Rəna xanım. Yox, aslında. Mən belə düşündüm ki, bayaq Zal bəy danışandan sonra siz elə həmin qutunu açdırdınız, ona görə belə fikirləşdim ki, Rəna xanım ola bilər. Amma hər halda son qərar sizindir. Yaxşı düşünün. Qərarınızı verin. Buyurun. 18 açıq xahiş edim. 18. Rəna xanım.
deyirəm axı, nədənsə fazlalar çəkir mən. Amma belə geçsəm, mən elə gəlir ki, efirdən çıxma elektriki tərk edəcəyim. Niyə görə? Ona görə ki, Allah elimizə şiddətli belə fazla çəkər mənim. Yox, təbii ki, bu oyundur və oyunla Əlbəttə ki, yəni bir... müqayisə aparmayaq işimizi. Buyurun, Bir buyurun. var müəllim, bir görək. Bax, qurban qardaşım, mən deyəndə deyirsiniz bəyək Fatma xanım dedi ki, 18, 19, 20, 21, hamısı böyük rəqəmlər çıxdı. Çıxır, qardaş. Yəni ki, bilindi ki, bunlar hamısı yan-yana, bilinmir nə var içində. Amma biraz fikirləşsən, görərsən ki, belədir. Yox, Fürsətdən də istifadə edib bütün Şəki rayonuna, Sumqayıta, bütün dostlarıma mənə SMS göndərənlərə salam göndərir. Məqsəd qutuda örüymüş, salam verməkmiş. Mükəmməl. Və xətrinizə dəymədi ki, hər halda son qərarı və seçiminiz. Zalda əyləşən hörmətli tamaşaçılarımız 17 saylı qutunu məsləhət bilirlər. Səslər gəldi və belə məlum oldu. Amma sizin qərarınız? 7. 7. Axsaq qalmış. Nazim bəy, buyurun. Buyurun, buyurun. Qurban, çox təəssüflənirəm bu vəziyyətə. Gəl də Allah kərimdir, yaxşı olar. Əlbəttə, Allah kərimdir. Allah canı sağ eləsin, hələ... Üzüm iyi. Həyatda uduzum ya. Bəli, o hələ uduzduğumuz oyunda olsun. Mən də istifadə edib, icazə versin, biraz mən bir iki sözlərimi deyərdim. Deyin. Sən üçün görəsəcəm, narahat olmaz. Sağ ol, ona görə arxayınam burada. Mənə SMS göndərən bütün Azərbaycanın rayonlarından, Səlyandan, Cəllabaddan, Lerikdən, Bakıdan olan bütün yoldaşlara, Lerikdən Kərbəlayı Cəmşidə, onun ailəsinə, Biləsuardan Fəraməzə, Hidayət qardaşlarına, Bakıdan əmi olanların Vaqif Həsən Cabbara, balalarım Müqbil, Qabil, Zaura, öz minnətdarlığımı bildirirəm. Sağ olsunlar. Malikə, Neftçaladan İlqar, onun bütün dəstəsinə, Səlyan rayonundan doğulduğum Səlyan və Marışlı kəndindən, Səlyan Ticarət Mərkəzinin bütün işçilərindən. Sağ olsunlar, var olsunlar və Nazim bəyin, onların dəstəklədiyi Nazim bəyin mənə dəstəkləyin, qutusu. hamıza təbrik, salamlarımı görürəm. Təşəkkürlər, çox sağ olun, var olun və buyurun. Qutu özü möhrünü açdı. Nəysə, o da 500 deyəsən, yanlışır alır, o da çıxsın. Görün nə olur. Mənə elə gəlmir. Onda qoy aşağı. Qoy aşağı. Göstərmə, qoy Buyurun, aşağı. buyurun, buyurun. Eyvallah. Yenə qırmızı, 100 manat. Hər halda ümidimizi itirməyək. Əlbəttə. Hər halda ümidimizi itirməyək. Ümidimizi itirməyək. 500 manat ən yüksək məbləğə ümid eləyək. Eləyək ümid və bir şey maraqlandırdı məni. Bayaqdan baxıram, İlqar bəy sizə eyham vurmaq istəmirəm. Sadəcə olaraq belə gəldi vəziyyət. Baxıram ki, hamısı ürək belə alışdırırlar, doğrudan belə sizə qarşı. Amma ürəklərində olaraq tapşırıblar ki, bizə salam de, bizə salam de. Qutunu açmazdan əvvəl belə ürəklərində belə fikirləşirlər. Qurban, ay qurban. Salam göndərirəm mən, qurban, ay qurban.